Qabil Türkoğlu olaraq Qurban Bayramının əleyhinəyəm. Mən Qabil Türkoğlu olaraq qurban, düzdür, buna qarşı çıxanmaram, kiməsə qurban kəsmə qağan eləyənmərəm. İndi bir şey düşünün də, Azərbaycanda elə bir adam varmı ki, niyyəti, arzusu olsun və yaxud hansısa bir duası olsun, nəysə olsun da qəlbində, istəyi, elə bir adam yoxdur. Yaxşı, hamının qurban kəsmək imkanı olsaydı, Azərbaycanda 2 milyon yarım ailə var. 2 milyon yarım ailənin 2 milyonu qurban kəssəydi, Azərbaycanda qoyun qalardı mı? Azərbaycanda 2 milyon qoyun var mı? 2 milyon qoyun var mı? Bax, Allah ona görə bizə vermir. Bax, müsəlman ölkələrinə heç vaxt Allah Taala verməyəcək. Çünki türklər də bizi kimidir. Yalanla üzdə qurban. Hə, o qədər məscidlərdə olan, o qədər türklər kimi, harada qurbanlar, harada kəsirlər. Sadəcə bunlar nə edirlər? Bunu da bir maxinasiyaya çeviriblər. Hamısı Almaniyada pullar yığırlar böyük məbləğdə. Güya Suriyada, Muriyada gedib orada danalar, inəklər kəsirlər, qoyunlar kəsirlər, orada paylayırlar. Güya bunlar burada zəngindirlər. Güya bunlar burada imkanlıdırlar və yaxud Türkiyədəki türklər imkanlıdırlar. Bunlar gəlib Afrikaya yardım edir. And olsun Allaha deyirəm, o gün bir videoya baxıram məsciddə. Gediblər Keniyada yoxsa haraydı bir qurban paylayırlar. Belə qəbilə kimi ölkədir, qəbilə kimi. Deyirlər, biz burada qurban getdik, videoda göstərirlər. İnan Allaha deyirəm, qadınları çağırıblar evlərdən. Ev deyəndə o da ev kimi daxmalardan qadınları çağırıblar, gəlin qurban əti aparın. Öyle qurban əti nə tər verirlər, bilirsinizmi? Kəsirlər bir yandan, qurban ətini 5 kilo verirlər. Baxın, Afrikada qurban ətini hərəyə 5 kilo verirlər. Bax, bir qazan belə, bir tiyən. İnan Allaha, Afrikalılar ona yaxın gəlmir. İndi bizdə olsaydı, düşünürəm ki, saç yoldu, maş yol, hamısı oturub orada. Zorla çağırırlar, gəl 5 kilo ətini apar. Burada türklər deyirlər, baxdıq ki, oradakı cəmaat nizə ilə qaban ovluyur. Nizə ilə heyvan ovluyurlar. Təbiət zəngin də kişi. Bir dənə Allah bizə vermir, biz türklərə. Çünki dinimizdən döndük. Çünki hər cürə murdarlıq elədik. Dinindən dönmək olar ki. Dinindən dönmək olar ki, Yahudi dönmədi mi, haçansı? Düzdür, ilk din Yahudilərdə yarandı. Təxmini də əsas tanınmış din Yahudilərdə yarandı. İndi ondan qabaq nə inançlar var idi, o heç. Yahudilərdə yarandı. Yəni, min illərdir yananan dinə sadiqdirlər. Sadiq olsunlar. Bir dəfə deyiblərmi ki, müsəlmanlar şeytandır? Və yaxud xristiyanlar şeytandır deyiblərmi? Amma baxın, bizim dinimiz var, özü ən son çıxan dindir. Yahudi də şeytandır, cəhənnəmlikdir. Xristiyan da cəhənnəmlikdir. Ateist də ancaq ona iftira atırıq, buna iftira atırıq, buna qaramat atırıq, ona qaramat atırıq. Biz nə cürə millətik, nə cürə bir dindir, nə cürə tərbiyə olunmuşuq biz. Bütün müsəlman ölkələrində 9 yaşında qızlarla 50-60 yaşında kişilər evlənir. Bu necə, yəni mən sadəcə müsəlman olmağıma utanıram. Müsəlman olmağıma utanıram. Həqiqətən, belə şeyləri eşidəndə. Ged 50 dənə incir yandır, 50 dənə incir kitabı yandır, 50 dənə zəbur yandır, Təvrat yandır. Heç kimin marağına olmayacaq diqqətinə. Ancaq bir dənə Quran-ı Kərim kitabı yandır. Düzdür, orada kimsə özünü həlak eləməyəcək, bəlkə də nadir halda adam özünü nəsə eləyər. Keçən baxıram, Niderland yoxsa haradadır. Çayın bu üzündə Quranı yandırırlar. Çayı cəmci 2 nəfər keçdi, ona da polis müdaxilə elədi. Yəni, Quranı yandıranda hamı o belə qıcıqlanır, nə qıcıqlanır? Ona görə də bax, tez-tez yandırırlar. Birinci, mən bütün kutsal kitabların yandırılmasının əleyhinəyəm. O insanlar dini imanı olmasa, o biri dünyanı fikirləşməsələr, bu dünyada onları ram eləmək olmaz. Çox təhlükə, hərəsi bir kamikadze olar. Din gözəl şeydir. Bu insanları idarə eləmək üçün çox gözəl vasitədir. Amma gələcəkdə o cipləşdirirlər, artıq heyvanları Avropada hamısını cipləşdiriblər. İnsanların da çoxunu artıq cipləşdiriblər, özünüzdən xəbəriniz yoxdur. Elə əlinizdəki telefon çipdir də, çip. İstəsələr bu telefonu 1 saniyə partladarlar, bax. Pagerlə, istəsələr bu telefonu 1 saniyə, ya sizdəki hansısa telefonlar, elektronunda hamısı sistemdir də. Hər yeriniz çiplənibdir. Bir dənə bədəningizə taxmağı, cip taxmaq qalıbdır. Sabah bu çiplənəndən sonra bu dinə də ehtiyacı olmayacaq. Çiplər idarə eləyəcək sizi. Çiplərdən idarə olacaq. Amma yeri gələndə, qardaşlar, bax, təmiz söhbət eləyək. Gəl söhbət eləyək. Hamınız böyüksünüz. Hamınız şuur, Allah sizə şuur verib. Bütün canlılarda,
yeganə sizə çox böyük şuur veribdir. Heyvanlara da verir nəsə bir intuisiya, şuur, amma insan ən güclü, ağıllı, şuurlu insandır. İndiyə kimi qurban kəsibsiniz ya da qurban kəsənlər görübsünüz. Eləmi? Elə. İndiyə qədər. Xeyrini görübsünüzmü? Ya hə yazın, ya yox yazın. İndi ola bilər qurban kəsibsən, oğlun əsgərdən salamat gəlir. Güya kəsməyən öldü mü? Qonşun kəsmədi, o da salamat gəlir. Və yaxud o Qarabağda, orada, burada dünyasını dəyişənlərin əksəriyyəti qurban demişdi. Hələ savaş gedişatına qurban demişdilər. Nə oldu? 9700 adam 44 gündə öldürüldü. Sadəcə sual verirəm də, öz aramızda sual verirəm. İndiyə kimi qurban kəsibsiniz. Onun xeyrini gördünüzmü? Şəxsən mən görmədim. Şəxsən mən görmədim. Bax, Qərib Seyiddə getdim, doladım ora 3 dəfə. Nə bilim, qırmızı gözünü bax. Mən də qurban kəsdim, az kəsmədim, çox kəsdim, hər il kəsdim. Vallahi də hər dəfə borcdan, xərcdən qurtulmaq üçün, bu acılardan, ağrılardan qurtulmaq üçün, necə deyim, heç olmasa, necə deyim, bir komam olsun, bir köhnən ol 7 olsun, bir balaca evimi, qapımı sıxıntılar, borc yiyəsi, kredit, qazı kəsirlər, işığı kəsirlər, belə olmasın deyə. Canavar kimi də adamam, mən yoldaşımla özüm canavar kimi işləyən adamım. Sadəcə belə həyat istədim o qurbanları kəsərək. Amma onu əldə edəmədim mən. Əcəba, siz əldə elədinizmi? Soruşuram da, yəni siz əldə elədinizmi? Həmişə də hər hal bu əməliyyata girir, uşaq əməliyyata girir, o əməliyyata girir, bu əməliyyata girir, o iş belə oldu, bu iş belə oldu. Hər dəfə də qurban deyirəm, uyda, ilin axırında baxıram, 12 qurban olub, 12 qurban neyiniyim, mən neyiniyim? Deyir, hamısını toplayıb bir dənə kəsmək olur. İndi ağsaqqallarla məsləhətləşəm, deyir, bir dənə kəsəm, yaxşı, bir dənə kəsim. Hoşuma Allah talar, imkan yox idi, onun üçün kəsəmədim, üzrlə hesab elə, bir dənəsini kəsim, bir dənəsini əvəz elə, nə qaraq. Sonra bir pis hal olan kimi belirlər, o, sənin 4 dənə qurbanın var idi, 3'ü qalıbdı hələ. 3'ü qalıbdı. Ona görə başın cəngəldən çıxmır. Ay başınıza dönün. Almaniyada heç kimin evinə qurban ət aparmır. Nadir hallarda olar, nadir hallarda olar. Mən Almaniyada cəmi bir dəfə evimə, 8 il ərzində bir dəfə evimə qurban əti gətiriblər. Almaniyada mənim evimə sadəcə 8 ildə bir dəfə qurban əti gətiriblər. Onu da Yezidi Kürdü, arvadı erməni olan özü Yezidi Kürdü qurban gətiribdi. Dəyərli həmvətənlərim, Almaniyada. Yəni, bundan başqa dostlar, dəyərli həmvətənlərim, mən bəzi şeyləri də mən nətər deyim şey deyirəm sizə, məsələn, Azərbaycanda eşidirəm ki, cücə kəsimi, maheyvan kəsimi üçün yerlər açılıb təyin olunub. Bunu alqışlayıram mən. Bunu dövlətin bunu etdiyini alqışlayıram. Amma baxırsan ki, rüşvət, korrupsiya var, hər bir yerdə bir kəsim məntəqəsi açıldı. Sisteminə kəsim məntəqəsi düzəməli işini görür, nə də xalq düzəməli ora cəlb edilir. Yenə də evində xoruz kəsən, töyöq kəsən, hinduşka kəsən, bunların hamısını aparın orada kəsdirin. 1 manat ver, kəsdir. 2 manat ver, yoldur. Belə olmalı. Töyöq saxlasa kim deyir? Sabah istəsəm Almaniyada mən də töyöq saxlayaram, dovşan saxlayaram, hinduşka, qaz, ördək, hər şey saxlayaram. Yəni sadəcə hesabat verirəm də, o quşçuluq cəmiyyəti deyək, heyvandarlıqlara hesabat verirəm, mənim evimdə bu var. Və salam, saxlayaram, amma onu kəsənmərəm. Onu kəsmək üçün aparmalıyam mən kəsim yerinə. Hər rayonda olur şəhərdə kəsim yeri. Azərbaycanda var, sistem var, amma düzgün işləmir.